Salam, hər vaxtınız xeyir olsun, gözəl qardaşlar, gözəl dükan sahibləri. Bu videonu da yenə həmçinin maarifləndirici videodur. Məndən çox istəyirdilər ki, qardaş, bizə də oradan bir videolar at ki, biz də bilək ki, oradan malı necə almaq olar. Bax, qardaşlar, məsələn, Porsche-lərdir. Bax, görürsünüz, burada QR kodları var. Yaxınlaşırsam burada belə deyim də, biz hal-hazırda Kitaydan bu videonu çəkirəm sizin üçün. Bax, bunların hamısı dükan deyil. Bunlar sadəcə ofisdir. Böyük ticarət mərkəzidir, onun içində ofislər yerləşir. Hal-hazırda İvo şəhərində olduğum yerdən söhbət gedir. Düzdür, zavodlar da var, zavoda da yaxınlaşa bilərsən. Zavodda gərək konteynerdən alasan. Ancaq belə dükanlardan yaxınlaşıb, məsəl üçün, sizə nə lazımdırsa, məsəl üçün, çaşqa, ferodo, məsəl üçün, perodok malı, amortizator, məsəl üçün, pompa, termostat, məsəl üçün, şeylər, kim ki, ehtiyac səs satmır, ümumi bazarın məsələsindən söhbət gedir, hə. Məsəl üçün, şüşəsilənlər, monitorlar, nə satmırsınız? Məsəl üçün, prokatkalar, məsəl üçün, nə bilim, belə-belə də, nə satırsınızsa, bu yağ nasosları, karterlər, satdığınız bütün detalları, bax, datçiklər. Məsəl üçün, bu datçikdən 100 dənəsini zakaz elə buradan. Problem yoxdur. Al, burada yəni zavoddan, birbaşa zavoddan verəcəklər sənə. Ondan sonra, məsəl üçün, bax, belə. Məsəl üçün, burada nə istəyirsinizsə, bunlara aid. Bilmirəm də, yəni bunlar aksesuardır, faralardır, stoplardır, bax belə. 100, 1000 zakaz eləyin. Sonra da götürün, vurun burada kargoya, Kitaydan. Götürün, aparın. Allah xeyrinizi versin.